Məsələ 5. Hansı iki rəqəmli ədədi öz rəqəmləri cəminə böldükdə bölünənin rəqəmləri cəmi alınar? Məsələnin şərtinə görə həmin iki rəqəmli ədədi biz işarə edək AB ilə, AB iki rəqəmli ədəd olsun. Onda AB iki rəqəmli ədədini onların rəqəmləri cəminə A plus B-yə böldükdədir. Qismətdə bölünən AB-dir, rəqəmləri cəmi alınar. Yenə də burada A plus B alınar. Elə bu da yazılışda o deməkdir ki, AB iki rəqəmli ədədini A plus B-yə böldükdə elə A plus B alınar. Bölünən, bölən, qismət. Yazdım bu şəkildə. Buradan çıxır ki, AB iki rəqəmli ədədi bərabərdir A plus B-nin kvadratına. Deməli, belə çıxır ki, o iki rəqəmli ədəd kvadrat şəklində göstərilə bilər. Kvadrat şəklində göstərilə bilən iki rəqəmli ədədlər də 16, 25, 36, 49, 64 və 81-dir. İndi bizim məqsədimiz kvadrat şəklində göstərilən bu ədədlərdən hansının bu şərti ödədiyini tapmalı. Hansı bu şərti ödəyirsə məsələnin həlli o sayılır. Baxırıq burada. Məsələn, 16, 1 plus 6-nın kvadratı, bu 7 elədi, 7-nin kvadratı alınmadı. Deməli, bu ödəmir. 25 bərabərdir 2 plus 5-in kvadratı, bu da elədi, 49 ödəmir. 36 bərabərdir 3 plus 6-nın kvadratı, 9-un kvadratı eləyir, 81 ödəmir, bu da ödəmədi. Və 49 bərabərdir 4 plus 9-un kvadratı, 13-ün kvadratı eləyir, 169 ödəmədi. 64, 6 plus 4-ün kvadratı, 10-un kvadratı 100 eləyir, ödəmir. 81 bərabərdir 8 plus 1-in kvadratı, 81 bərabər, bu cəm 9 elədiyindən 9-un kvadratı. Deməli, bizim məsələmizi ödədi 81. Yəni, 81 ədədi AB bərabər oldu ki, rəqəmli ədəd 81-ə. Çünki 8 ilə 1-in cəmi 9 elədi, 9-un kvadratı da 81. 81 bərabərdir 81 alındı. Nəticədə AB iki rəqəmli ədədi 81 olur.